X, Y natural ədədləri üçün tənliklər sistemindən X, Y hasilini tapın. Tərəf-tərəfə çıxaq. Çıxanda alınacaqdır 2y kvadrat, çünki x kvadratlar islah olur. 2xy islah olur. Y kvadrat çıxılsın, mənfi y kvadrat bizə verir müsbət 2y kvadrat. 49-dan 41 çıxdıq 8-ə. Buradan y kvadrat bərabərdir 4-ə və x, y natural ədəd olduğu üçün elə y-in qiymətini müsbət 2 götürək. Tapdığımız qiyməti sistem tənliklərdən hər hansı birində yerinə qoyuruq. Məsəl üçün birincidə qoyaq. Olur x kvadrat üstəgəl 2-nin kvadratı üstəgəl 2 vuraq. X vurulsun 2 bərabər 49-a. Buradan sadələşdirsək x kvadrat üstəgəl 4x. 4-dən 49 çıxanda çıxaq 45 bərabər 0 alırıq. Diskriminantla da həll edə bilərik. Viyetlə də həll edə bilərik. Gəlin diskriminantla yazaq. 4-ün kvadratı 16. Üstəgəl 4 vuraq 45 bizə verəcəkdir 180. Topladıq, alındı 196 və x1 bərabər mənfi 4 üstəgəl 14 bölünsün 2. 5, x2 isə bərabərdir. Mənfi 4 çıxılsın 14 bölünsün 2, yəni mənfi 9. Bizə natural ədəd lazım olduğu üçün deməli y-ə 2 seçmişdik. X isə 5 götürürük. İndi x, y hasilini hesablayaq. 2 vurulsun 5 cavabımız olacaqdır 10. D variantı.